Qızlar, siz mənim rayondakı vloqlarımı bəyənirsiniz. Ona görə də bu səfər gəlin birlikdə iş görək. Deməli, neynirik? Bu səfər ev falan təmizləmirik. Dedim, amma məzuniyyətdə sən bunları özün eləyərsən. Dedi, ən yaxşı sən yemək bişir. Siyəzəni bütün başın ayağını gəzəndən sonra axır ki, bu istədiyim göbələkdən tapıram və mama üçün qaymaqlı göbələk hazırlayıram. Bu arada mütləq həmin o göbələklərlə bişirin. Vesavoy satılanlarla eləməyin, heç dadı düşmür. Nəysə ki, toyuğun da döşətini doğrayıram. Tavaya yağ əlavə eləyirəm, duz əlavə eləyirəm. Azca xodda qapağını da örtürəm. Mütləq az xodda qoymalısınız ki, o tez zamanda qızarmasın, biraz öz suyunda qaynasın. Bu sırada göbələkləri də bu qaydada doğrayıram. Daha qalın və fərqli doğraya bilərsiniz. Heç bir fərqi yoxdur. Görürsünüz, toyuğun döşəti öz suyuna su salıb və eləcə də öz yağına düşəcək sonra. Digər tərəfdə də su qoymuşdum. Düyünü əlavə edirəm, duzu əlavə edirəm. Duzu adətən əvvəldə əlavə edirəm. İndi sonra əlavə elədim. Sonra da qabları yuram. Bilirsiniz ki, evdə bir yemək bişirəndə həmin o yeməyi bişirmə əziyyət deyil, amma orada çıxan qabları yumaqda, səliqə salmaqda çox vaxt aparır. Nəsə dedim, bu işləri də salım sizin üçün vloqa. Görəsiniz ki, mən təkcə yemək bişirmirəm, arxa fonda da bu işləri görürəm. Belə qabları da yuyub bitirəndən sonra artıq görürəm ki, toyuq mən istədiyim vəziyyətdə tam hazırdır. Əlavə edirəm doğradığım göbələkləri üzərinə. Yenə də biraz yağ əlavə edirəm, biraz da duz əlavə eləyə bilərsiniz. Azca xodda qoyuram, bişir. Bişəndən sonra qaymağını da əlavə edirəm. Əslində 2 dənə qaymaq daha yaxşı olardı. Prosta qaymaqlardan birini sürəyimcə deyildi, ona görə əlavə eləmədim. Digər tərəfdə də artıq düyümüz bişib, qoymuşam düyümüzü, süzmüşəm, qoymuşam dəmasın. Yenə qablar çıxır, qabları yuram. Bu arada xanımlar, qeyd edeyim ki, məndən hamınız soruşursunuz ki, nə işlə məşğulsunuz? Mən UNTV şirkətinin rəhbəriyəm. Özüm artıq 6 ilə yaxında onlayn bizneslə məşğulam. 3 ildir ki, öz şəxsi şirkətimi yaratmışam. Əgər istəyirsinizsə, yazın şəxsdə məlumat göndəriləcək sizə. Və salat hazırlayıram. Əti qoydum, qaynatdım. Qozuq doğradım, sonra toyuğun döşətin, evdə hazır qarğıdalı falan var idi. Qarışdırıram, düz əlavə eləyirəm, olur o da salat. Bibimlə bibim qızı bizə qonaq gəlmişdi. Sonra hazırladıqlarımı qəşəng süfrəyə yığıram. Orada pomidor tutulmuşu, dəhşət dadlıydı, mama hazırlamışdı. Yayda çox dadlıydı, həqiqətən çox bəyəndim. Hə, əslində aşın yağı var idi. Mama elə bilib ki, az da yağ da əlavə elədi üzərinə. Olsaydı təzədən yeyərdim. Düyü dəhşət dadı düşmüşdü. Bilmirəm səbəbi nə idi ki, düyü qeyri-adi dadı var, çox bəyənmişdim. Belə biz yedik. Göz haqqınızı halal eləyin. Sonra da axşam olur. Mama deyir ki, gedək xalangilə. Gedirik xalamgilə. Xalam qızlar da orada olur, xalam da orada olur. Nəsə topşumamızı yığışırıq, söhbət falan eləyirik, ondan sonra gəlirik evə.